إني سلم لمن صالمكم وحرب لمن حاربكم إلى يوم القيامة. Bəli, bugünkü gündə belə deyirlər, nə oldu? Deyirlər də, nə oldu bəs? Filan yerdə nə oldu? Dağıldı. İran İslam Respublikası nə oldu? Dağıldı filan. Qardaş, sən elə niyə mənfi düşünsən? Yaxşı düşün də. İnşallah, inşallah. Ca'al haqq və zahaqal batil. Haqq gəldi, batili aradan gedəcək. Batil aradan gedəndir. Haqla batil daim mübarizədədir. Düzdür, ziyanlar görür, çətinliklər görür bu haqq tərəfidir. Amma Qur'anın vədidir. Batil aradan gedəcək. Batil aradan gedəcək. Necə ki, keçmişdə olanlar aradan gediblər, Nəmrudlar, Fironlar, ondan sonra Əbu Süfyanlar, Muaviyələr, Yezidlər, Abbaslar, Harun Rəşid kimləri avanı saldırırsa nə oldu axır? Aqibəti nə oldu? Hamısı getdilər, cəhənnəmə getdilər. Zamanımızda da Səddam kimləri getdi? İndi inşallah indiki zaman Trump, Netanyahu onlar da gedəcəklər. Onlar da inşallah gedəcək. Həmçinin yaxşı tərəfi, haqq tərəfi inşallah həmçinin qələbə çalıb, qalibdir. Allah da Quranda buyurur ki, qələbə kimlərlədir? Haqq tərəfdarlarına. Azab məşər yaratdın neynə burada ya əbəlfən Hüseyni sen uzaksın Kerbela'da ya Ebalfan. Yolu bir heybede gözlür balalar, yolu bir heybede gözlür balalar. Sana kurban ola kızlarım uyan. Xeymələrdə çox yubanma, əlsiz əməllərdə qaldım. Gəl bu başsız başa başa, sal özün lütf ilə sayə. İbn-i Sədin başına külələrəm, olmaya fikirdə süz, baxıran hamınız elə ölməlisiz. Bəlfəz, əvəlfəz, 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 vəfadar əvəlfəz.